Salam, 22 fevral 2026-cı ildə quru kurslarına keçirilən ümumi buraxılış imtahanı 11-ci siniflər üçün nəzərdə tutulmuş riyaziyyat suallarına baxaq. Birinci sualımız, deməli, funksiyasının ən böyük ən kiçik qiymətlərinin cəmini tapın. Bu sualda biraz yanlışlıq var. Əgər kəsr olmasaydı, bu məlum idi. 2 çıxılsın 4 sinus x-də biz sinus x-in qiymətlər çoxluğunun mənfi 1,1 olduğunu nəzərə ala bilirdik. Amma hal-hazırda bu kəsr olduğu üçün burada ən böyük ən kiçik qiymətdən danışa bilmirik. Bu sualın üstündən keçsək, nəsə burada bir kiçik qüsur olub. Ən böyük, tutaq ki, mənfi tam həll, ən kiçik müsbət tam həll olsaydı, bəlkə orada nəsə tapmaq olardı. Çünki burada məxrəc, belə deyək, sıfıra yaxınlaşır müəyyən qiymətdə. Və bu ümumi qiymət sonsuzluğa doğru gedir. Ona görə burada fikir söyləmək olmur. Növbəti sualda paraleloqramda BY-nin AD-yə perpendikulyarlığı verilib. Bucaq ADC 120 dərəcədir. AE bizdə 5, YD 6-dır. Ümumi perimetri soruşur. Biz bilirik ki, paraleloqramın kör və iti bucaqlarının cəmi, ümumiyyətlə bir tərəfə bitişik bucaqların cəmi 180 dərəcədir. D bucağı 120-dirsə, mən A bucağına 60 dərəcə yaza bilərəm. Burada düz bucaqlı 3 bucaq görürük. Onda onun təpə bucağı yuxarıdakı B bucağına, yəni ABY bucağına 30 dərəcə deyə bilərəm. 30 dərəcəli bucaq qarşısındakı katet AB hipotenuzunun yarısıdır deyə hipotenuz 10 olur. Perimetri isə 2 vurulsun A, yəni bir tərəf, üstə gəl B, yəni digər tərəf 11. 21-i 2-yə vuranda 42. Növbəti sualımız. 33-də cavab sadələşdirdikdən sonra Y variantı alınacaq, da bunu sadələşdirmirəm. 34-cü sualda uzunluğu 20 cm olan parçanın 20% neçə? Burada metri soruşur. Ədədin faizini tapmaq üçün 20-ni 20-yə vurub 100-ə bölmək lazımdır. Bu 4 cm-dir. 1 metrimiz 100 cm olduğu üçün bu 100-də 4 metridir A variantı. Növbəti. Burada biz əkop A-nın yerinə 3K, B-nin yerinə 4K yaza bilərik. Eyni ilə burada da 3K, 4K yaza bilərik. 3 ilə 4 qarşılıqlı sadə ədədlər olduğu üçün əkop onların hasilidir, yəni 12K. Əbub isə 1-ə bərabərdir, yəni 1K bərabərdir 65. Buradan K-nı tapırıq 5. Onda A bizdə olur 3 vur 5, yəni 15. B olur 4 vur 5, yəni 20. Sualda nə istəyir? 2A, yəni 2-dən 15 çıxılsın B. Doğru cavab 10. 36-cı sualda kiçik kateti 5 olan düz bucaqlı 3 bucağın bu katetindən müstəvi keçirilib. Hipotenuzu 13. AC katetinin proyeksiyası 8-dir. AC katetinin proyeksiyası bu AK-dır, 8-dir. 8 verib. Kiçik kateti 5 olan düz bucaqlı 3 bucağın bu katetindən müstəvi keçirilib. Deməli, həmin katet buymuş. Bura 5-dir. Hipotenuzda görürük ki, BC-dir. Burada 13-dür. Onda biz Pifagorla AC-ni tapa bilərik. 13-ün kvadratından 5-in kvadratını çıxsaq, alınar 12. CK məsafəsini soruşur bu x-i. Fəzada burada düz bucaqlı 3 bucaq görürük. Yəni x bərabər kök altda 12-nin kvadratından 8-in kvadratını çıxarıq. 144-dən 64 çıxanda bu bizə verir 80. Yəni 4 kökdə 5. Ədədini faizli, adi kəsirini faizli ifadə edin. Biraz ədədlər qarışıqdır. Faizi çevirmək üçün bunu biz 100-ə vurmalıyıq. Bunların hər ikisi 25 ixtisar gedir. Burada 5 qalır, burada 2 qalır. Deməli 2 7-nin 14, 2 3-ün 6, o da bir 7, 2 2-nin 4. Bunu bölməliyik 5-ə. Bu 474-ü 5-ə böləndə demək 9 dəfə 9 5-in 45, orada qalır 24, 24-ü 45, 24-ü 5-ə böləndə bir dəqiqə 474-ü bölürük 5-ə. 9 5-in 45 qalır 2, 24-ü 5-ə böləndə 5 dəfə bir dəqiqə. Haradasa hesab səhv elədik, bir dəqiqə bura səhv eləmişik neysə. 237 bölü 125 kəsirini faizə çevirmək üçün bunu vururuq 100-ə. 100 ilə 125 hər ikisi 25-ə bölünür. 100-ü 25-ə böləndə 4 dəfə, 125-i 25-ə böləndə 5 dəfə. Burada səhv eləmişik. 4 7-nin 28 2 yadda, 4 3-ün 12, orada 2 14 1 yadda, 4 2-nin 8, o da 1 9 bölünsün 5. Bu da bizə verir 189,6%. Növbəti. Burada x kub, y kubu
bərabərliyin soluna keçirsək mənfi olar. AX qalıb. AY-i də sağa keçirsək mənfi AY olar. Müxtəsər vurma düsturu tətbiq etsək x minus y x kvadrat üstəyər x y üstəyər y kvadrat bərabər a vurulsun x minus y. Bərabərliyin sağında x minus y, solunda x minus y varsa, deməli a olacaq x kvadrat üstə x y üstə y kvadrat y variantı. Müxtəsər vurma düsturudur. Bu hazır görünür. 4x çıxılsın 9, 4x üstə gəl 9 variantlar bir-birinə oxşuyur. A variantıdır cavabımız. Burada hər tərəfi kuba yüksəltsək, alınar x minus 2 bərabər 1-in kubu, x bərabər 1-in kubu 1 olduğu üçün üzərinə 2 gəlsək 3. 41 ədədi 4-ə tam bölünür. 4-ə bölünmək üçün son 2 rəqəm, yəni 5a ədədi 4-ə tam bölünməlidir. Tam bölünməlidir. Yəni 50 neçələr 4-ə bölünür? Biz bilirik ki 52 bölünür, bir də 56-lar 4-ə bölünür. A-nın ala biləcəyi qiymətlərin cəmi A 2 ola bilər, bir də 6 ola bilər. Cəm də 8. Bu üç bucaqda AB vektorun CB bərabər A və AC bərabər B vektorları ilə ifadə etmək lazımdır. AB vektorun. Biz burada nə edə bilərik? AB vektoru bərabərdir. Yaza bilərik ki, AC üzərinə gəl CB. AC üzərinə CB bərabər ilə AB-yə. Yəni x bərabər AC bizdə B-dir. CA bir dəqiqə. İndi burada üstə gəl. Üstə gəl. Bizdə AC B-dir. İşarəsi eynidir. Amma bizdə CA yazmışıq burada. Daha doğrusu CB yazmışıq. O da adı da qutarı düzdür. Bitdi. B üstə gəl A. Yəni C variantı. Növbəti sual. Burada nə edirik? D2 düz xəttin biz uzatsaq. D2 düz xəttini uzatsaq. Yuxarıda gördüyümüz alfa bucağı köçür aşağıya. Burada alfadır. Bu üç bucaqda 2 daxili bucağın cəmi 1 xarici bucağa bərabərdir. Alfa buradan tapılır 130 dərəcə. 44-cü sual. Düz xətt üzərində bir neçə nöqtə qeyd olunmuşdur. Tutaq ki, n dənə nöqtə qeyd olunub. Bu zaman alınan parçaların sayı. Parçaların sayı n vur n minus 1 bölü 2 ilə tapılır. Şüaların sayından şüaların sayı 2n'dir. Şüaların sayından 4 dəfə çoxdur. Yəni şüaların sayını biz 4-ə vursaq parçaların sayını alarıq. Hər tərəfdən n-ləri ixtisar aparaq. Onda n minus 1 bərabər 16 alınar. N olar 17. Neçə nöqtə qeyd olunub? 17-dən. Müxtəlif nə deyir? Bu ədədin sadə bölənlərinin sayı. Biz buradakı 6-nı 2 vur 3 kimi yazsaq, onda olar 2 üstü n plus 1, 3 üstü n plus 1. 15-i 3 vur 5 yazsaq, 3 üstü n plus 2, 5 üstü n plus 2 alınır. 35-i 5 vur 7 yazsaq, 5 üstü n plus 3, 7 üstü n plus 3 yaza bilərik. Onda 2-dən bir dənə də qalsın. 3'lərin vurmada qüvvətləri toplanır. Olur 2n plus 3. Sonra vurulsun. 5'lərin vurmada qüvvətləri toplanır. Olur 2n plus 5. 7'dən də bir dənə də n plus 3. Sadə bölən burada 2'dir, 3'dür, 5'dir, 7'dir. Deməli n'imiz 4 imiş. 4 dənə sadə bölən var. Onda bizim ədədimiz nə şəklə düşür? A bərabərdir. 2 üstü, 4 üstə 1 gələndə 5. 2 4-ün 8, 8 üstə 3 11. 5 üstü 2 4'ün 8, 8 üstü 5 13 və 7 üstü 7. Bu A ədədidir. A ədədinin sadə vuruqlarının sayını tap. Sadə vuruq deyəndə elə qüvvətlərini toplayırıq. 5 üstə gəl 11, üstə gəl 13, üstə gəl 7. 5, 11, 13, 7. Bu bizə 20 verir. Bu da 16. 20, 16, 36. Növbəti sualımız. Verilən ifadəni tərəf-tərəfə toplasaq, alınan x kvadrat üstə gəl 2xy üstə gəl y kvadrat bərabər 16. Bu da bizə x üstə gəl y-in kvadratını verir. Kvadratı 16 olan ədəd müsbət mənfi 4'dür. Modulu, hər ikisinin modulu elə 4 olacaq. Ayrı-ayrı kökləri dərəcələr eyni olduğu üçün bir kök altda vura bilərik. 9 çıxılsın 4 kökdə 5, 9 üstə gəl 4 kökdə 5. Bərabər 9-cu dərəcədən. Bu A minus B A plus B olduğu üçün A kvadrat çıx B kvadratdır. Yəni 9'un kvadratı çıxılsın 4 kökdə 5'in kvadratı 80 eləyir. Bu da bizə 1 verir. Növbəti AB toxunandır. AB
6 kök altda 2'dir. AC, CD bərabərdir. AD-ni bütöv bizdən soruşur. Bura bir x desək, elə burada x-dir. Toxunanla kəsən arasındakı əlaqə düsturu belə idi. Toxunanın kvadratı bərabər AC vurulsun AD-yə. Yəni 6 kök altda 2-nin kvadratı bərabərdir. X vurulsun bütövə 2x-ə. Bu 72 verir, bərabərdir 2x kvadrat. X kvadratı 36 tapırıq, x olur 6. Amma bizdən AD-ni soruşduğu üçün 6 tapdıq. Elə burada 6-dır. Cəm 12. 49. Çoxhədlisinin dərəcəsi 60-dır. Burada mötərizənin içərisində dərəcəsi böyük olanı tapmalıyıq. Birinci halda n plus 8-i böyük qüvvət kimi götürsək, n plus 8 vurulsun 5-ə, yəni qüvvətin qüvvəti tapılanda qüvvətlər bir-birinə vurulur, bərabər 60. Burada n üstə gəl 8 bərabər 12, n-i tapırıq 4. N-lərin yerinə 4 yazsaq, onlar 7x üstü 12, çıxılsın 5x üstü 8, üstə gəlir 7 üstü 5. Burada ən böyük qüvvət 12 olduğu üçün 12-ni 5-ə vuranda bəli 60 olur, doğru cavab. Yəni 60 dediyimiz n olur 4. İkinci halda ən böyük qüvvət kimi 2-ni götürsək, qüvvət burada qüvvətə vurulur, olur 60, n olur neçə? 6. Yerinə yazsaq, onlar 7x üstü 14, çıxılsın 5x üstü 12, üstə gəlir 7 üstü 5. Burada ən böyük qüvvət 14-dür, 14-ü 5-ə vuranda 60 yox, 70 eləyir. Deməli, bizdə n-in qiyməti 6 deyil, 4 imiş. 96-dan böyük olmayan natural ədədlər içərisində 96 ilə qarşılıqlı sadə olan neçə ədəd var? Bunun üçün düsturumuz belə idi. Əgər ədədimiz sadə vuruqlara bu şəkildə ayrılıbsa, onda həmin ədəd vurulsun, 1 çıxılsın A-da 1, 1 çıxılsın B-də 1 şəklində yaza bilirik. 96-nı sadə vuruqlara ayırsaq 2-yə bölünür 48, 2-yə bölünür 24, 2-yə bölünür 12, 2-yə bölünür 6, 6 2-yə 3, 3 3-ə 1. Yəni 2 üstü 5 vurulsun 3 üstü 1 şəklində ayrılır. Onda düsturumuz belə olacaq. Ədəd vurulsun, 1 çıxılsın A-da 1, A-mız 2-dir, B-miz isə 3-dür. 96 vurulsun 2-də 1, vurulsun 3-də 2. 96-nı da 3-ə böləndə 32 olur, doğru cavab. Təpə nöqtəsi verilmiş qrafika görə kvadratik funksiyasında bunu tapaq. Təpə nöqtəyə görə parabola belə verilirdi. A vurulsun x minus m-in kvadratı üstə gəl n. İndi burada A-nın qiymətini biz bilmirik, amma təpə nöqtə mənfi 1-dir. Burada plus 1 kvadrat, 2 vahid yuxarı qalxıb, üzərinə gəl 2. Ordinat oxun 1 nöqtəsində kəsdiyi üçün biz y-in yerinə 1 yazıb, həmin vaxt x-in yerinə 0 yaza bilərik. Olar A üstə gəl 2 bərabərdir 1, A olar mənfi 1. Deməli, bizim funksiyamız y bərabərdir, mənfi 1 vurulsun, x üstə gəl 1-in kvadratı plus 2-dir. Qaldı bu mötərizəni açmaq. Bunun açılışı verir bizə mənfi x kvadrat, çıxılsın 2x, çıxılsın 1, plus daxırda 2. Deməli, bizim funksiyamız beləymiş, mənfi x kvadrat, minus 3x, plus 2. Əgər hesab səhv etməmişəmsə, budur. 2a çıxılsın 3b-ni soruşur. A-mız mənfi 1-dir. Çıxılsın 3b, b-miz mənfi 3-dür. Çıxılsın c, c-miz də 2-dir. 2-ni mənfi 1-ə vuranda mənfi 2, mənfi 3 mənfi 3-ə vurulur, müsbət 9, çıxılsın 2. Bu da olur 5. Növbəti 52-ci sual. Radiusu 6 olan çevrənin xaricindəki C nöqtəsindən CA kəsəni keçirilib. AOC 90 dərəcədir, CO 8-dir, bütövlükdə bura 8-dir. Radius 6-dır, bunlara 6, 6 yazıram. Onda Pifagora görə biz AC-ni rahat tapa bilərik. Kök altda A kvadrat plus B kvadratla tapırıq ki, bura 10 imiş. Yəni AC bütövlükdə 10-dur. Çünki bütövlükdə düz bucaqlı üç bucaqdır. Amma bizdən BC-ni soruşur. Bu xaricdə qalan X-i. Biz SY-ni də tapa bilərik. 8-dən 6 çıxarıq. Yerdə qalar 2. Miniyək. Bu xətti uzadırıq axıra qədər. Yəni burada radius olur. 6 olur. Burada tutaq ki, bir M nöqtəsi deyək. Onda 2 kəsən çəkilmiş olur. 2 kəsən arasındakı əlaqə düsturu belə idi. CY vurulsun CM bərabərdir CB vurulsun CA-ya. CY 2-dir. Bütövlükdə CM 8 o da 6 14 olur. Bərabərdir CB-ni elə bizdən soruşur. X-dır. CA-nı da tapdıq ki 10-dur.
28-i 10-a böləndə 2,8. Növbəti sualda çevrənin radiusu 4, uzunluğunun %25 hissəsini tap. Çevrənin radiusu 4-dürsə, çevrənin uzunluğu tapılır 2pi r düsturu ilə. Yəni bu 8pi imiş. Bunun da %25 hissəsini bizdən soruşur. %25 də 4də 1 deməkdir və yaxud %25-ə vurmaq. Bu da olur 2pi. Tənliyinin köklər hasilini tap. Biz burada nə edirik? X kvadrat çıxılsın 4x. Əgər 0 olsaydı cavab 8 olardı. 1-ə bərabərdir. Ona görə 1-i atırıq bərabərliyin soluna. Olur müsbət 7 bərabər 0. Viet teoreminə görə köklər cəmin desəydi cavab 4. Köklər hasilini soruşduğu üçün cavabımız 7-yə bərabərdir. Qarşılıqlı sadə ədədlərin əbobi ilə kobunun cəmi 12 olarsa, qarşılıqlı sadə ədədlərin, əgər ədədlərimiz A, B-dirsə, onların əbobu 1-ə bərabərdir. Əkobu isə həmin ədədlərin hasilinə bərabərdir. İndi deyir ki, əbobu ilə əkobunun cəmi, yəni 1 üstəgəl əkobu ilə onların hasilidir, bərabər 12. Buradan AB-ni tapırıq 11, hasilini soruşur, cavabımız 11. Bu qədər.